Salam qızlar, necəsiz? Hər birinizi salamlayıram kanalıma və yeni vloguma xoş gəldiniz. Gününüz xeyirli, uğurlu olsun. Mən düşdüm aşağı, çayımı dəmlədim. İstəyirəm bir stəkan çay içəm. Stəkan yox, bir baqqal. Mən çayı gözləməyi xoşlamıram. Ona görə həmişə üzərinə sərin qaynar əlavə edirəm ki, içməli olsun. İstəyirəm elə bunun dərəcəsində. Bu da çox yaxşıdır. O təzə aldıq. Bunun dərəcəsini istəyirəm elə düşdürəm aşağı. Biraz içməli olsun da. Çayımı süzdüm. Burada da çörək sinir. Bağlamalarım gəlmişdi, sifarişlərim. Həm Home Life-dan, həm də Keyf Haberlikdən. Bunları artıq çəkmişəm, tökmüşəm ortalığa. İstəyirəm bunları yığam yerlərinə. Bu Home Life-ındır. Mətbəx təmizləyici. Çox yaxşıdır. Alıb istifadə edə bilərsiniz. Bu kişilər üçün tər önləyicidir. Bunlar sifarişdilər. Sonra burada DNF şampunu var. Bu da sifarişdir. Əgər qurtula bilmədiyiniz saçlarınızdan kəpəkləriniz varsa, bunu şiddətlə tövsiyə edirəm. Bu şampun çox yaxşıdır. Həcmi də böyükdür. 400 ml-dir. İlk istifadədə nəticəsini yəni görə biləcəksiniz. O qədər yəni yaxşıdır, belə deyərdim. Hətta bunun serumu da var. Serumu ilə birlikdə istifadə etsəniz nəticəsi daha da yaxşı olacaq. Bu peeling geldir, düyü tərkibli, düyüdən hazırlanıb. Bu da ilk istifadədən üzü necə gözəl, yəni rəngi tonunu açdığını görə biləcəksiniz. Çox qəşəngdir. Həftədə 2 dəfə istifadə olunur. Boyutu da böyükdür, yəni. Hardasa rahatçılıqla üst-4 işlətmək olur. Sonra buradan bir də bu kollagen serum. Bunu həmişə özüm üçün alıram. 25-30 yaş sonrası hər bir xanım belə serumlar istifadə etməlidir. Çünki kollagenə ehtiyacımız olur. Üzdə başlayır qırışlar yaranmağa və ya artıq yaranmış olur balaca qırışlar. Həm onların qarşısını almaq üçün, həm də yarananları ortadan qaldırmaq üçün çox gözəl serumdur. Bunu da həm necə deyim, qiyməti münasib, yəni keyfiyyətli bir şey axtarırsınızsa bunu tövsiyə edərəm. Bir də bu keratin süd, bu da bizim evdə olmazsa olmazımızdır. Həm saçları rahat daramaq üçün, həm yəni saçı düzləşdirdikdə, fenlərdən istifadə etdikcə həm saçı qoruyur, həm də saçın daranmasını asanlaşdırır. Bunlar isə Faberlik məhsullardır. Bu əl bədən kremidir. Bu şampundur. Bu sifarişdir. Bu da saç spreyidir uşaqlar üçün, rahat daranması üçün. Bunlar da sifariş idi. Bu biri özümündür, biri sifarişdir. Ləkə çıxarıcıdır. Hansı paltarınızdan ləkə düşdükdə bir püskürdü, təmizləmək olur. Bu beləcə balaca balzamdır, dodaq balzamı. Bu tuşdur. Bu ətirdir, belə. Mən qoxusunu bilmirəm. Necə qoxusu var. Ona görə də heç bir şey baxdı deyə bilmərəm. Bu günəş kremidir. Bu saç maskası. Boyutu da böyükdür. Bu belə, bu da Home Life-ındır. Günəş kremidir. Bu da çox gözəldir. Bunu da bu günəş kremindən istifadə etmişəm, çox bəyənmişəm. Bu da balaca belə bir şirin ətirdir. Qızıma almışam. Yəni bunu iyi bəyəndim. Yəni qoxusu qəşəngdir bunun. Bu qədər aldıqlarım. Bu da Home Life-ındır. Bunları da töküm öz yerlərinə. Burada artıq keçmişəm. Günorta yeməyini hazırlayıram. Belə xırda doğradığım toyuq filesidir. Üzərinə kartof əlavə edəcəm. Ədviyyatlarımı vurmuşam artıq. Biraz kartoflar da qızarsın. Sonra üstünə az da su əlavə edəcəm. Qoyaram. Tam modda pişsin. Və çox qəşəng dadlı olur. Bunu bişirim. Burada qablarım var. Bunları yuyam gərək. Burada da qarğıdalı ıslatmışam. Artıq belə cücərib. Əslində əkmək vaxtı keçir. Sadəcə olaraq hava yox idi deyə yağışlar tutmuşdu. Ona görə qalıb bunun əkimi. İşlərimi bitirim, sonra gedim bağa, bunu da əkim.
Qablarımı yudum. Bu arada yeməyimi də qoydum. Gedirəm bağa. Artıq düşmüşəm, həyətdəyəm. Bax, qaloşlarımı geydim. Qarğıdalım, pelçəm. Kullanırıq qarğıdalını əkməyə. Ətrafda belə qəşəng yaşıllıqdır. Tək-tük çıxır hələ. Tam çıxsın. Bunu da pilləməliyəm. Dibini boşaltmalıyam. Burada belə göyəmlərdir. Alçadır. Böyəlib. Gözlə görülür artıq. Bizdə çox gətirib bu il. Əgər ki tökməsə, bu il barı çoxdur. Amma bu çox turş alçadır. Yəni, biz uşaq olanda bizə çox da fərqi olmazdı. Turş, şirin. Yəni, bu boyda olsaydı artıq cumurduq ağaclara. Amma indiki uşaqlar, ya bizim uşaqlar yemir, ya indiki uşaqlar hamı elədi, bilmirəm. Amma nə yaxşı ki, indiki uşaqlar əl vurmur. Bizim uşaqlar dəymir. Bizə bu turşdur, böyüsə belə, yəni turş alçadır. Çox turş olur. Ta ki yetişməyincə elə turş olur. Yetişdikdən sonra biraz şirin olur. Qoyacağım. Buna da ihtiyacımız olar. Böyüyünü də götürürəm, kiçiyini də. Gedirəm. Soğanlar bir həftəyə yemək olar. Kartoflarım da artıq görünür. Burada zəfəran əkmişəm. Elə bunun yanına qarğıdalını əkərəm. Bunları qoyun bir. Burada dəhşət otluluqdur. Gavalı ağacıdır. Buradakı gavalı ağacıdır. Bu qoz ağacıdır. Alçadır, balaca alça. Qaragilədir. Hələ gül açmayıb. Feyxadır. Burada otluq içində yenə qoz ağacı var. Bu ağacı bilmirəm, amma bu həmişə yaşıl olur. Kəsirik də yenə belə bitir. Əzgildir, alçadır. Bir tərəfdə şaftalıdır. Yəni belə işimizdən yayınmayaq, gedək qarğıdalını əkim. Burada kek hazırlayıram. Birini artıq hazırlayıb göndərmişəm sobaya. Bu ikincisidir. Bunu da birazdan başlayıram çıxmağa. Çəkim qırağa. Sabah anamın adı günüsüdür. İstədim anama tortu özüm hazırlayayım. Klasik biskvitdir. 6 yumurta götürmüşəm. 1 stəkan şəkər. 1 vanilin. Yarım qabartma, bir qabartmanın ikisinə istifadə edirəm. Mən yumurta nə qədərdirsə, onu da o qədər götürürəm. Yəni bir yumurtaya 1 silə qaşıq un əlavə edirəm. Həm yumşaq olur, həm daha pufuduq belə qəşəng olur. Bunu qoyum qırağa. Burada da kek hazırlamışdım uşaqlara çayına içməyə. Üzərində badamdır, qozdur. İçində isə
Qışdan buzluğa meyvə atmışdım. Cavalı, bir də çiyələk. Üzərinə də qoz badam səpmişəm. İndi görün necə alınıb. Belə. Bunu qaba yapışmamasını istəyirsinizsə, bilməyənlər üçün deyim. Deməli, ilk öncə qabına kərə yağı və ya nədir o, margarin. Yəni duru yağ yox. Yəni elə yağlar, ya margarin, ya kərə yağı çəkirsiniz. Üzərinə un səpirsiniz. Əlavə unu boşaldırsınız. Yəni nə qədər yağa yapışdısa, qalanı boşaldırsınız. Bu vaxtı kekiniz ya nə yapışır, nə bir şey çox qəşəng də belə çıxır. İndi mən bunu kəsim. Uşaqlar artıq gözləyir. Bir əllə tutub, bir əllə kəsmək biraz çətin olur. Hələ ilıqdır, yəni tam soyumayıb. Baxın, belə. Bunlar hamısı dibə çöküb. Qozlar qalıb üstə, bunlar çöküb dibə. Orta qalıb boş. Amma yenə, baxın, yumuşaq. Çox qəşəngdir. Bu şirin cavalıdır. Balaca şirin cavalı atmışdım buzluğa. Smoothie eləməyə, belə kekləri əlavə etməyə, cheesecake hazırlamağa belə çox yaxşı olur, pratik olur. Baxın, belə. Göz haqqınızı halal edin. Mənsə bir çay süzüm. Gedim bir dilim yeyim. İnşallah sabah tortun bəzəməsini çəkərəm. Bugün əslində istəyirdim, sadəcə olaraq qaymaq tapa bilmədim. Sabah getdim qaymağını alım və sabah bəzəyərəm artıq. Yəni neynək belə alındı. Sizlər isə abunə deyilsinizsə abunə olmağı unutmayın. Növbəti vloqları qaçırmamaq üçün hələlik.